Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. Avto FM'də Yoldasan verilişinə qulaq asırsınız. 1 saat boyunca yollarda olan ən son məlumatlar, ən son xəbərləri məhz biz sizə çatdıracağıq və eyni zamanda müzakirə olunması və müzakirə qoşulası mövzumuz var. Bilirsiniz ki, hal-hazırda Bakı şəhərində həddən artıq çox tıxac olur və tıxaclar da artıq günümüzün bir adiliyinə çevrilir. Sizə belə bir sual vermək istəyirəm. Hər gün neçə saat tıxacda qalırsınız? Tıxacda qalma səbəblərini nədə görürsünüz? Gəlin bu barədə danışaq və tıxacın səbəblərini bir qədər araşdıraq. Və bugün öz günündə, öz saatında bizim yol hərəkəti üzrə ekspertimiz Səid Əlizadə studiyadadır. Səid müəllim, xoş gəlmisiniz, axşamınız xeyir. Salam, axşamınız xeyir. Mən də hər birinizi salamlayıram. Xoş gördük. Necəsiz? Təşəkkürlər, minnətdarım. Səid müəllim, siz hər gün neçə saat tıxacda qalırsınız və tıxacın yaranma səbəblərini nədə görürsünüz? Gündəlik norma götürsək, hardasa bir 15-20 dəqiqə tıxacda qalıram, yəni getdiyim yol üzrə. Amma elə hissələr var ki, elə vəziyyət yaranıb ki, 1 saatda olsun tıxacda qalmışıq. İndi yol nəqliyyat hadisəsi baş verib və sair yollar bağlanıb. Amma normalda yollarda tıxacların olma səbəbi əksər hallarda infrastrukturda görürəm. Yəni yolların müəyyən layihələri var ki, o layihələrin səhv olmasında görürəm. Müəyyən hissələrdə sürücülərdə görürəm, yəni tıxacların yaranma səbəbini. Yəni bu vəziyyətdə iki variant var. Bir infrastrukturdur, bir də eyni qaydada sürücülərdir, yollarda tıxacları yaradanlar. Sürücülərin ümumiyyətlə yolda tıxac yaratma səbəbi ən çox da düzgün manevr etməməyi, düzgün park etməməyi və zolaq üzrə düzgün bəli, yerləşməməsidir. Burada misal üçün elə zolaq var ki, elə yol var ki, 2 zolaqlı yoldur. Tıxac az miqdarda da belə deyək də, yüngül yeriyən tıxac baş verəndə artıq burada baxırsan ki, sürücülər bu 2 zolaqlı yolu 4 zolaq eləyib, yəni kənardan daxil olublar və yaxud da ki, müəyyən sıxışdırmalar baş verib. Burada eyni qaydada sürücülərdə görürəm mən bu. Əksər hissələrini sürücülərdə görürəm. Əla, minnətdaram və istəyirəm bir qədər də tıxac olan əraziləri danışaq. Tıxac ümumiyyətlə fikrinizcə paytaxtımızda ən çox hansı ərazilərdə tez-tez baş verir? Elə tıxac götürək Heydər Əliyev prospektindən, yəni səhər saatlarında və indi hər kəsin bildiyimiz, yəni işdən çıxma saatlarında tıxaclar daha çox olur. 20 yanvar dairəsi istiqamətində gedən yollarda tıxaclar çox baş verir. Şəhər daxili yollarda, əksər yerlərdə tıxaclar, Ziya Bünyadovda və s. burada tıxaclar baş verir. Amma şəhərdən kənar yollarda elə də tıxac olan hissələr yəni yoxdur. Ola bilər bir 5 dəqiqəlik, 3 dəqiqəlik, yəni yavaş yeriyən olsun, amma tıxaclar əksər hallarda şəhər mərkəzi yollarda. Sıxlıq olar, tıxac olmaz. Hə, tıxac olmaz. Mən dünən çox maraqlı idi ki, bilməm fikir verdiniz, vermədiniz. Dünən çox böyük bir tıxac var idi yollarda. Düz aeroport şosesinə qədər, aeroport şosesindən Zığ istiqamətində olan əraziyə qədər demək olar ki, biz çox asta sürətlə hərəkət elədik. Normalda Koroğlu metro stansiyasına qədər, orada da ki yol ayrılığına qədər biz orada görürük ki, sıxlıq var. Amma ümumiyyətlə yollarda ən çox gördüyümüz və nəzər yetirdiğimiz məsələlərdən biri də nədir? Tıxacın olub, amma davam edilməli şəkildə. Yəni ki, davamlı şəkildə yol gedir. Yəni tıxac davam edir, amma biz bunu ümumiyyətlə görmürük nədə? Görmürük deməli Heydər Əliyev prospektindən Koroğlu istiqamətinə keçirik. Deməli buradan artıq Zığ istiqamətində demək olar ki, yolda boşluq olmalıdır, amma nədənsə çox vaxt orada da boşluq olmur. Belə bir sual vermək istəyirəm izləyicilərimizə. Kim harda indi tıxacdadır? Tıxacda olma səbəbləriniz və tıxacda olma vəziyyətiniz necədir? Yəni ki, tıxacda olduğunuz hal-hazırdakı yerdə tıxacın səbəbini nədə görürsünüz? Bizimlə paylaşa bilərsiniz fikirlərinizi. 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Buyurun, səs göndərin, fikirlərinizi bildirin. Biz də mövzumuza davam edək. Ümumiyyətlə parklama qaydalarının pozulması tıxaclara necə təsir edir, Səid müəllim? Bunu deyim ki, yəni yollarda əksər yerlərdə indi rastlaşdığımız hissələrdən bəhs edirəm. 2 zolaqlı yolun bir zolağına, yəni ayna parklama hissəsi salıb, yəni yolda parklama məntəqəsi salıb. İndi parklama yeri fərqli anlayışdır, parklama məntəqəsi fərqli anlayışdır. Bunu da izah verim. Parklama məntəqəsi yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulan meydançalardır. Amma parklama yerləri isə yaşayış məntəqələrinin hüdudlarında, yoldan kənarda, yəni yaşayış məntəqələrinin hüdudlarında avtomobillərin parklanması üçün nəzərdə tutulan nişanlama xəttləri vasitəsilə ayrılmış yer və meydançalardır.
mən yəni aynaya qayıtsaq, aynanın o dediyim müəyyən layihələri var ki, o hissələrdə ümumiyyətlə parklama hissələri salmamalıdırlar. Yəni iki zolaqlı yolda birini avtobus zolağına verib, birini nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutmalı. Sonra iki zolaqlı yolda bayaq da bildirdim, bir zolağa bizdə belə deyək də paralel var, bir də perpendikulyar vari parklama var. Yəni perpendikulyar şəkildə parklama nişanlanması və ya nişanları ilə ayrılır. Bu da əksər hallarda sürücülərin həm narazılığına səbəb olur, tək sürücülərin yox, digər yol hərəkət iştirakçılarının, həm də tıxacların yaranmasına səbəb olur. Bir qədər də bu parklama məsələsini bir qədər də geniş izah edək, Səid müəllim. Nəyə görə? Çünki çox vaxt bizim sürücülər mağaza qarşısındakı parklanma ilə sıravi parklanmanı bir qədər səhv salırlar. Ümumiyyətlə parklama yerlərində əgər parklama üsulu nişanları var, indi sürücülərimiz bunları daha yaxşı bilər, indi görmüş olarlar. Parklama üsulu nişanları 9 növ üsul var. Səkiyə çıxartmaqla, qismən səkidə saxlamaqla, səkiyə paralel və yaxud da ki perpendikulyar şəkildə parklanma. Əgər parklama üsulu nişanları yoxdursa, sırf parklama yeridir, amma parklama üçün üsul hansı formada parklama nişanı yoxdursa, biz nəqliyyat vasitəsini səkiyə paralel şəkildə parklamalıyıq. Amma əksər sürücülərimiz paralel şəkildə parklama yerlərində indi bunu adətən yük avtomobillərində görürəm, yəni qazel və yaxud da ki digər nəqliyyat vasitələrinin sürücülərində onlar perpendikulyar şəkildə parklayır. Nəqliyyat vasitəsinin yarısı parklama yerində olur. Amma digər yarısı isə arxa tərəfi və yaxud da ki arxa səkiyə parklayıbsa, qabaq tərəfi gəlib ikinci zolağa çıxır. Artıq burada da həm qəza şəraitinin yaranmasıdır, həm yol nəqliyyat hadisəsinə səbəb olmadı, həm də eyni qaydada tıxacların yaranmasına səbəb olmadı. Artıq bizə canlıdan da yazan var ki, hər səhər Yasamaldan mərkəzə 40 dəqiqəyə getdiyim məsafəni indi 1 saat yarıma qət edirəm. Ən çox da səhər məktəb və uşaq bağçaları qarşısında yaranan tıxaclar əsəbləri korluyur. Bu təbii olan məsələdir. Biz bunu zaten dəfələr demək olar ki, hər verişimizdə burada vurğulayırıq. Çünki dəfələrlə deməyimizə, bildirdiyimizə baxmayaraq məktəblərin yanında paralel küçələrdə, yəni ona yaxın məsafəli ərazilərdə biz özümüz də demək olar ki, Səid müəllimdən hər gün səhərlər bunu yaşayırıq, görürük. Çox təəssüflər olsun ki, məktəbin yanında paralel küçələr boş olduğu halda hamı səhər tezdən məhz məktəbin qarşısında avtomobilini park edib qarşısında parklaması başqa bir məsələ. Sırf məktəbin giriş hissəsində, yəni qapının, darvazanın ağzında parklaması o tamam fərqli bir anlayışdır. Bizdə biri var məktəbə yaxın parklayasan, yəni məktəb ərazisində parklayasan. Biri var ki, bizim əksər sürücülərimiz, valideynlərimiz deyək, onlar istəyir ki, övladlarını elə 1 metr məsafədə dayandırıb, yəni nəqliyyat vasitəsini dayandırıb 1 metr məsafə ilə yola salsın. Gör elə o sentyabrın əvvəlində, əvvəl sentyabrın 1 idi, sentyabrın 15 idi. Gör o vaxtı uşaq məktəbə gedən zaman kimlər gəlir? O uşağı məktəbə aparmağa, məktəbdən qəbul eləməyə, bəli, yəni uzun məsafəyə yola salırlar, o təbii olan bir şeydir. Bir də nəyi bildirmək istəyirəm, bu gün nə ilə rastlaşdım yeri gəlmişkən. Deməli, bir xanım səhər tezdən işə gecikdiyi üçün gəldi məktəbin qarşısında saxladı. Uşaq, körpə uşaqdır. Deyərdim ki, yəqin ki, 2-ci sinifdə oxuyardı, 2-ci, 3-cü, yəni ibtidai sinif şagirdi idi. Düşdü maşından. Orada da, yəni bildiyimiz kimi yol dayanmadan işləyir və hamı da gəlir uşağını yenə də məktəbə gətirmək istəyir. Uşağı məktəbdə düşürür və yola salır ki, get. Uşaq da dayanıb, maşınlar da gəlir. Yəni bir valideyn deyim ki, məsuliyyətsizliyimi deyim, valideyn məsuliyyətimi deyim, yaxşı bu cür quraq cümləni fikirləşmir ki, bu uşaq da bu yolu necə keçib gedə biləcəkdir. Yəni ən azından düşüb bu uşağı ya qarşıdan məktəb istiqaməti keçirdib yola salardan ki, çıx get məktəbə, ya da ki, bunu elə aparıb, yəni bilirsiniz necədir? Əks yolda düşürt və uşağa deyir ki, get, mən tələsirəm işə. Uşaq bir addım atmaq istədi, bir maşın gəldi. 2 addım atmaq gördüm, alınmır. Uşağın əlindən tutdum, yolu keçirtdim, yola saldım məktəbə. Yox, valideyn sağ ol deməkdən əlavə. Yəni ki, valideyn hələ üzr istəyirəm, bilirsiniz necədir? Valideynin biraz etinasızlığı da məni biraz, necə deyərlər, özümdən çıxartmadı. Sadəcə olaraq, yəni bu körpə uşaqdır da. Yəni ki, sabahları o da böyüyəndə öz övladına qarşı belə edəcək.
eyni yanaşacaq. Nəyə Övladına görə? Ümumiyyətlə tək o məktəb məsələlərində yox, digər məsələlərdə də eyni qaydada, yəni etinadsızlığını göstərəcək həmin o uşaq böyüyəndə. Amma elə hissələr də var ki, mən bunu sizlə dəfələrlə bildirmişik. Biz valideynlərə demirik ki, məktəb ərazilərində gətirib uşağınızı, yəni məktəbə ötürməyin və yaxud da ki, biz sadəcə bildiririk ki, elə yerdə avtomobili parklayın ki, həm digər yol hərəkət iştirakçılarına, həm də məktəbə gedən, gələn şagirdlərin hərəkətinə maneçilik törətməyin. Təbii. Hələ elə hissələr var ki, səkidə birbaşa parklayırlar. Yəni səkiyə çıxardıb avtomobili parklayırlar. Şagird baxır ki, artıq avtomobil səkidədir, keçid yoxdur. Bu da məcburdur düşüb yolun hərəkət hissəsi ilə getsin. Bu da eyni qaydada, yəni öz canını riskə atmaqdır. Biz tək özümüzü yox, yol hərəkət iştirakçısı olaraqdan digər yol hərəkət iştirakçılarının da hərəkət təhlükəsizliyini təmin etmək vəzifə borcumuz. 1109 abonenti yazıb Ziya Bünyadovda sürünürük üzr istəyirəm çünki tez-tez zolaq dəyişirlər sürücülər. Bu bizim ən qlobal problemlərimizdən biridir. Zolaq dəyişməsi təbii haldır. Sadəcə yəni tıxacda zolaq dəyişmək, bir də bilmirəm indi fikir vermisiniz yoxsa yox. Əksər hallarda 3 zolaqlı yol olur gediş istiqamətində. Düzdür, sağdan soldan əlavə 2 dənə zolaq və ya 3 zolaq olur. Amma yol qabaqda şaxələnir. Bunu elə Ziya Bünyadov prospekti istiqamətində körpülərə yaxınlaşanda görmüsünüz. Bəli. Sağ tərəfdən bir dənə nəqliyyat vasitəsi gəlir, hamı elə fikirləşir ya da özü indi müəyyən hissədə fikirləşir ki, mən buradan 30-40 nəqliyyat vasitəsini keçsəm, müəyyən hissədə qabağı düşəcəm. Düzdür. Yəni tıxaclarda qabağı düşəcəm. Bəli. Baxırsan ki, gəlib körpüyə qalxan hissədə artıq sola dönmə əməliyyatını eləyib daxil olur o hansı ki körpüyə qalxın hissə var ya, bəli. şaxələnmə hissədir. Ora daxil olur. Yəni bu ağıllı kimi sayır özünü. Amma əksər hallarda biz sürücülərimizə nə bildiririk? Yəni nəyi tövsiyə edirik? Sürücü hərəkət etdiyin zolağı dəyiş, demirəm dəyişmə, sadəcə elə hissələrdə yer dəyişmə elə ki, digər nəqliyyat vasitələrinin də hərəkətinə maneçilik törətmə. Yəni qəza şəraitinə səbəb olma. Artıq sən orada gəlib zolağa daxil olsan, bu 2 dəqiqəlik, 3 saniyəlik, 5 saniyəlik gecikmə elə bilirik ki, yalnız arxamızdakı nəqliyyat vasitəsinə maneçilik törədirik. Amma bu tıxacın axırı bilsiz harda gəlib qurtarır? Heydər Əliyev prospektinin başlanma hissəsində, yəni üzə aeroport istiqamətində. Bəli. Yəni mən onu gecikdirirəm, artıq bu zəncirvari gedir. Arxadakı nəqliyyat vasitəsi öz arxasındakını gecikdirir. Bu da artıq tıxacların müəyyən hissədə yaranmasıdır. Amma məsələni bir qədər də araşdırmaq lazımdır. Yəni söhbət tək tıxacın yaranma səbəbindən, tıxacın özündən getmir. Söhbət normal sürüşdən və sürücülükdən də gedir. Çünki nəzərə alsaq ki, bir də görürsən hər hansı bir qaza baş verib, heç həmən yola, həmən zolağa aidiyyatı yoxdur. Amma biz problemi özümüz şişirdirik. Nədən irəli gəlir? Çünki hamı əlində telefon. Bir də görürsən ki, yol tıxacdır. Amma yəni səbəb yoxdur da. Gəlsən, görürsən ki, əslində qarşı yolda, yəni qarşı yolda qəza baş verib. Heç həmən yolda tıxac yoxdur. Bizim getdiyimiz əks yolda tıxac var. Nəyə görə? Çünki hamı dayanır, yavaşadır, baxır, çəkir, maraqlanır, bəli. Və yol boyda elə də belə də olmalıdır. Yolun ortasında saxlayır, qəza işıqlarını yandırır, düşür, gedir, baxır ki, məsələ nədir? Biraz çəkiliş elədi, gəldi təzədən. Yəni qəza işıqları bütün problemi həll olunması deməkdir. Yəni bu belə bir yanaşma var bizim əksər sürücülərimizdə. 3824 abonenti yazıb. Salam Əli bəy, əleykum salam. Məncə tıxac probleminin kökündən həll etmək üçün mərkəzdə avtomobil sayına məhdudiyyət qoyulmalıdır. Əks halda vəziyyət get-gedə pisləşəcək. Zaten də qoyulacaq. Biz gələn il artıq bunu gözləyirik. Bu barədə danışmışıq. Şəhərin mərkəzinə giriş ödənişli olacaq və ödənişli olduğu təqdirdə də sırf mərkəzi yollarda müəyyən hissələrdə ödənişli olacaq, amma o həmin yollardan kənar şaxələnən hissələrdə ödəniş qoyulmayacaq. Yox, təbii əlbəttə də. Yəni mən belə başa düşdüm ki, amma bir nüans da var, Səid müəllim. Tamam, orada tıxac yoxdur. Amma bu getdiyimiz misal üçün də ənənəvi yolda tıxac var, düzdür? Ənənəvi yolda. Sən əlinin papağını vəlinin başına qoymaq kimi bir şeydir. Yəni burada tıxac yoxdur, bunlar bu hissədən getməyəcəklər, amma digər yollara artıq ara yollar deyirik də, yəni o məhəllə içi, həyət ərazilərindən keçən yollara daxil olanda artıq tıxaclar orada baş verəcək. Yəni bu artıq digər nəqliyyat vasitələri və ya turist kimi şəhərimizə gələn qonaqlar artıq bunu görməyəcəklər. Çünki tıxaclar baş verəcək burada. Amma bunun qarşısını almaq üçün müəyyən layihələr var. İrəlidə də indi bu layihələri artıq həyata keçirsələr, tıxacların yaranma hissəsini və ya harda yaranır, harda baş verir, qəzalar daha çox harda baş verir, bunların aradan qaldırılması üçün müəyyən layihələr var. Digər dinləyicimiz yazıb.
0723 abonenti şəhərin mərkəzində hər küçədə təmir gedir. Alternativ yol qoyulmur. Məncə işlər gecə aparılsa tıxac azalardı. Bunu 0723 abonenti yazır. Qısa müddətli əgər yol işləri gedirsə, düzdür. Gecə aparılsa daha yaxşı olar. Yəni sırf qısa müddətli yol işi gedəcəksə. Aha. Amma uzun müddətli yol işləri gedəcəksə, artıq burada alternativ yollar barədə fikirləşmək lazımdır. Yəni yol işlərinə başlamazdan əvvəl yol hərəkət iştirakçılarının hərəkətini, onlar üçün yəni hansı yollar daha alternativ yollardır, hansı yollar daha qısa vaxt zaman ərzində qət edilə biləcək yollardır. Bunları nəzərə alınıb ondan sonra yol təmir işlərinə başlamaq lazımdır. Amma bir nüans da var da, onların da iş saatı gündüz vaxtıdır da, gecə vaxtı deyil axı. Gündüz icazə versinlər, getsinlər, yəni istirahətini eləsinlər, gecə saatlarında başlasınlar. Yəni bu görmədiyimiz, bilmədiyimiz bir şey deyil ki, yəni qurumlarda artıq bunlar var. Gündüz saatlarında əgər sırf yol işləri gedirsə, yəni intensiv yol hərəkətidirsə, 6 zolaqlı, 5 zolaqlı yoldur, daimi burada hərəkət varsa, axın varsa, bu yolda təmir eləmək istəyirəmsə, mən gecə saatlarında təbii ki başlamalıyam. Misal üçün Dədə Qorqudda bu gördüyünüz təzə ki zolaq salır. Düzdür, o müvəqqətidir. Yeni zolaq salırlar orada. Bilmisiniz də Dədə Qorquddan aeroport şosesinə çıxmaq yolunda yol ayrıcıları salırlar. Əslində təqdirə layiqdir. Nəyə görə? Çünki orada vacib idi. Bir qədər oradakı yaşayan insanların gəlib qəsəbə yoluna çıxıb oradan getməsi yükü bir qədər azalır və eyni zamanda da dediklərinə görə hətta deməli qəsəbədən olan nəqliyyat vasitəsinin orada olan Bahar qəsəbəsinə çəkilməyi də nəzərdə tutulub ki, gəlib orada Bahar qəsəbəsində yaşayan şəxslərin şəhərə çatdırılmasına görə bir qədər təkan yardım. Çünki bilirsiniz də orada da hər gün qəza deyəndə ki, bir mənalı olaraq təhlükəli bir yol manevridir orada. Piyada təhlükəsizliyi vacib önəm daşıyır. Çünki deməli şəhərdən gəlib Bahar və Dədə Qorqud qəsəbəsinə gedən şəxslər təbii ki, nə ilə gəlirlər? İctimai nəqliyyatdan 120, 120Y-dən, 121Y-dən istifadə gəlib orada düşürlər və keçirlər piyada yolu əks tərəfə. Orada gözləyirlər ki, nə başqa bir avtobus gəlsin və yaxud nəqliyyat vasitəsi gəlsin ki, evlərinə gedə bilsinlər. Amma alternativ olaraq ən yaxşısı nədir? Mənə elə gəlir ki, oradan birbaşa paralel yol açıb şəhərə getmək daha yaxşı olardı, nəinki oradan olmaq. Yəni gəlib qəsəbədən gəl ora gir və yenidən bir də çıx get şəhər üstü istiqamətə və bildiklərinə görə ora yox, gəlib yeni salınan yoldan fırlanıb gedəcəklər. O nüans da var. Oruc bəy yazıb. Məncə ictimai nəqliyyat daha rahat olsa çox az adam maşınla çıxmazdı. Avtobuslar vaxtında gəlmir, ona görə də hamı şəxsi avtomobilə üstünlük verir. Bu Oruc bəyin fikridir. Məncə avtobusların çoxalması yox, avtobus zolaqlarının müəyyən hissədə, yəni avtobusların öz zolağından başqa zolaqlara keçməsinin qarşısını almaq üçün müəyyən qadağalar qoyulmalıdır. Düzdür, hələ ki belə bir qadağa yoxdur. Yəni yol hərəkəti haqqında qanunda nəzərdə tutulmayıb belə bir qadağa. Sadəcə yenə bildirdiyim kimi, 2 zolaqlı yolun bir zolağına əgər avtobus zolağı salırıqsa, avtobuslar bir-birini qabaqlamaq üçün daxil olurlar adi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı. Bu da eyni qaydada həm sürücülərin narazılığına səbəb olur, həm tıxacların, həm də yol nəqliyyat hadisəsinin yaranmasına səbəb olur. Səhər tezdən vurğulayım da sizə lap belə dəqiq ünvanları deyə bilərəm. Səhər tezdən Əhmədli, Xalqlar, Neftçilər, Qara Qarayev istiqamətində, yəni ki, Nağdıba bu yolda olan tıxac və sıxlığın %80%-ni avtobus sürücüləri edir. Bəli, onlar yaradırlar. Düzdür, yolun qırağında çünki gəlin belə deyək də 4 zolaq var orada. 3 zolaq bir zolaq onlara ayrılıb, 4 zolaq bu istiqamətdədir. Yəni hissədə 2 zolaq bizimdir, 1 zolaq. 1 zolaq onlarındır. Amma gəlin belə nəzərdə saxlayaq da, yəni bu 2 zolaq kifayət qədər bəs edir ki, sən rahat şəkildə hərəkəti yolunu davam edəsən. Amma nədir orada? Bəzi hallarda avtobus zolağında belə bəzi iaşə obyektləri var ki, avtobus zolağında avtomobilin saxlamağına şərait yaradırlar. Avtobus zolağında. Avtobus məcburdur oradan çıxıb qarşı yola çıxsın, çünki orada avtomobil saxlayıb. Bu bir. İkinci məsələ, avtobus zolağında özündə olan sürücülər biri digərini ötmə etməkdən ötürü çıxır sıravi vətəndaşların, yəni sıradan olan nəqliyyat vasitələrinin yoluna. Bu da həm narazılıq yaradır, həm də tıxac yaradır. Bəli. Həmən istiqamət, yəni mən nağdı olaraq hər gün gördüyüm mənzərəni hər kəsdən bölüşürəm ki, bəli, bəzən də tıxac sıradan yaranmır, onu yaradan əsas amil özümüz yelər. Bəli, biz özümüz sürücülərik.
artıq səslə göndərənlər var, yazanlar da var. Gəlin Yunus bəyin yazdığını oxuyaq. Salam, Bakıda bütün məktəblərin ön və arxa hissəsi tam fərqlidir. Hətta bəzilərində maşın saxlamaq üçün yer nəzərdə tutulmayıb. Yəni saxlamaq mümkün deyil. Misal üçün 53 və 20 nömrəli məktəblərə baxa bilərsiniz. Təbii ki, həssas insan, uşağına qarşı həssas olan hər bir valideyn maksimum dərəcədə təhlükəsiz yerdə avtomobilini saxlayıb uşağını təhlükəsiz yola salmaq istəyir. Bu da təbiidir. Sadəcə şəhər salma işləri olduqca əlverişsizdir. Bu işlər hündür mərtəbəli binalar tikilmədən öncə nəzərə alınmalı idi. Ya da qoy məktəb avtobusları barədə düşünülsün. Amma təəssüf ki, bu barədə bəzən heç kim danışmaq istəmir, sanki hamı çəkinir. Çox sağ olun. Deməli, əziz Yunus bəy, əktəbli şəkildə bu məsələyə toxunduğu üçün minnətdarıq. Əslində məktəb avtobusları pilot layihə kimi artıq başlayıb və var. Və biz hətta bu barədə bir danışıq da etmişdik. Bizim müzakirəmiz də olmuşdu. Həm öz həmkarlarımla, həm bizim aparıcılarla belə deyim də verilişə gələn qonaqlar barədə və məktəb avtobusları pilot layihəsi artıq mövcuddur. Sadəcə olaraq belə bir məsələ var. Məktəb avtobuslarının olan qiymətləri çoxu bəyənmədi. Və təbii ki, orada deməli səhv eləmirəmsə bir uşaq üçün 170 manatdır. Dəqiq qiymətləri bilmirəm, yalançı deyirəm. Yəni efirdə düzgün məlumat vermiş olmaram. Səhv etmirəmsə 120 manat nəzərdə tutulmuşdur. Məktəb avtobusları bunu indi reklamlardan sonra biz tam dəqiq məlumatı deyərəm. Bizim prodüser də araşdırıb deyər. Məktəb avtobuslarının qiymətləri bir uşaq üçün və iki uşaq üçün. Bunu paylaşım olunmuşdu və məlumat da verilmişdi. Sadəcə olaraq demək söhbət nədən gedir? Söhbət ondan gedir ki, biz məktəb avtobuslarını belə bəyənmirik. Çoxları qiyməti eşidəndən sonra bildirdilər ki, avtobusa verəcəyim puldansa mən özüm öz uşağımı aparacam məktəbə. Düzdür, əla. Amma bir nəzərə də saxlayın. Sabahları bizim əksər valideynlərimiz biz oxuduğumuz, yaşadığımız yer üzrə bu təbii halda çox valideyn uşağını yaşadığı yerdə məktəbə qoymur. Tam başqa bir yerdə məktəbə qoyurlar. Əla. Məktəbə qoydu, bu uşağı məktəbə aparıb gətirilməsi var. Deyir, avtobusa verəcəyim puluna görə ondansa özüm apararam. Falan yerdə qoyaram, özüm apararam. Bəli. İndi bir məsələ var ortalıqda. Yaxşı. Bəs sabahları şəhərin mərkəzi ödənişli olduqda, şəhərin mərkəzi bağlı olduqda sənin yanacaq yol xərcin, üstəgəl hər dəfəsində, yəni sən şəhərə girmək üçün ödəniş elədin, çıxdın, getdin. Sonra gəlmək üçün bir də ödəniş elədin, bir də çıxdın, getdin. Onda necə olacaq? Bu bir gözəl. Və Yunus bəy də bildirir ki, uşağına qarşı maksimum dərəcədə həssas olan əzizim, biz valideynləri özümüz də gözəl başa düşürük. Biz özümüz də valideynik, hər birimiz. Bizə heç kəs demir ki, uşağı məktəbə aparma. Biz bunu gözəl başa düşürük. Və izləyicilərimizə də bizə dəfələrlə bu barədə müraciət edənlər olur. Bəzən elə məsələlər var ki, biz bunu efirdə demirik. Səid müəllimlə mənə şəxsiyə bildirirlər, yazırlar və biz də məsləhətlərimizi veririk. Bu sadəcə olaraq məsləhətdir və tövsiyədir. Gəlin belə deyək, məktəb qarşısında biz özümüz məktəbə necə gedirdik? Bizim vaxtda da maşınlar var idi və biz özümüz də məktəbə müəyyən bir yaşdan sonra piyada gedən deyək ki, ikinci sinifdən artıq hamı məktəbə özü gedirdi. Bizim dövrümüzdə. Amma deməli qiymətlər 100 manatdan başlayır. Avtobusdan qiymətlər 100 manatdan başlayır. Bu əla bir uşaq üçün nəzərdə tutulub. Amma hətta bir şey də bildirdim ki, iki uşaq üçün onu demək istəyirəm. Deməli bir uşaq üçün 100 manatdır. İki uşaq üçün endirim eləyiblər 170 manat elə olmalıdır. Və bu da səhv eləmirəmsə 10-15 kilometr şəhərdaxili məsafəni, yəni avtobusun çıxdığı nöqtədən 10-15 metr məsafəni əhatə eləyir. O ki qaldı məktəblərin yanında park etmə məsələsini. Məktəblərin yanında inandırım sizi ki, o dərəcə mən dəfələrlə məktəb qarşısında qəzaların şahidi belə olmuşam. Uşaqlar, çünki uşaqdır, bir də görsən yatır qalır, qaçaraq çıxır yola, qaçaraq gedir ki, dərsə çatsın. Və ani o tormozlanmaları belə görmüşəm ki, fikir vermir, yaxud uşaq o tindən çıxır, məktəbin binanın tinindən çıxır, qaçır yola çıxanda maşından üzbəüz yanır. Bizim dediyimiz odur. Yəni nə olar ki, biz məktəbin qarşısında yox, ondan hardasa bir 20-30 metr qıraqda saxlayaq. 20-30 metr.
100 metr piyada getsək, nə bizə, nə də bizim övladımıza heç nə olmayacaq. Bizim dediyimiz odur. Bəli, Neçə mövzuda yəni, onu bəli, dedik. biz Yəni, bunu siz dedik. demirik məktəbin qarşısı, yəni məktəbə aparma, avtomobillə getmə. Bəli. Sadəcə parklama yerini elə seçin, elə edin ki, həm şagirdlərin hərəkətinə maneçilik törətməsin, yəni həm o heç olmasa, yəni biz özümüz valideyn olaraqdan digər şagirdlərin də hərəkət təhlükəsizliyini təmin eləyək. Yəni onları riskə atmayaq. Parklamanı biz özümüz edək, müəyyən hissədə kənarda eləyək, sonra piyada kimi artıq məktəbə daxil olaq. Dinləyicimiz səs göndərib, Səid müəllim, gəlin dinləyicimizin səsinə qulaq asaq. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Xazların bir 10%-ni məktəbə uşaq aparan valideynlərin ucbatından yaranır. O da niyə görədir? Xanımlar sürür çünki. Mən şəxsən müşahidə eləyirəm səhərlər o xanım sürücülərin hardasa 50% işə gedirsə öz avtomobili ilə 50% uşaq aparır məktəbə. Yəni ailə başçısı artıq özü də işdədir, məşğuldur, məcbur olur yoldaşına da maşın alır ki, yəni uşağı aparsın, gətirsin. Bu bir tərəfidir. İndi bu qəsəbələrdən şəhərin mərkəzinə eksklüziv uşaq oxutduran valideynlər də azdır da, o dərəcədə deyil. Amma siz bir baxın ki, qəsəbənin içində artıq tıxac başlayıb. Amma Hövsan qəsəbəsinin içində real hər gün səhər-səhər müəyyən binaların yanındakı məktəblər var, tıxac var. Mən başa düşmürəm, şəhərdən gətirirlər bu uşaqları qəsəbəyə, yox. Qəsəbə nə boyda ola bilər ki? Yəni 1 kilometr məsafəni, 500-700 metr məsafəni uşağı əllə gətirmirlər. Yeriyə ki, bir uşaq təmiz hava alsın. Onu avtomobillə gətirirlər. İnanın Allah ki, səhər-səhər mən öz məhəlləmizdən maşınla çıxmağa əziyyət çəkirəm. Yəni hamı maşınla gətirir uşağını. Mən elə gəlir bu düzgün deyil. Mən yaxşı baxmıram buna. Qoy uşaq çıxsın biraz səhər-səhər yeriyə getsin ki, ora bir onun orqanizmi bir canlansın, bir oksigenlə nəfəs alsın. Elə bağlı qutunun içində onu aparıb məktəbə təhvil verib gəlmək. Valla biz də oxumuşuq, amma biz elə ayaqla gəlib gəlmişik. Düzdür, o vaxt maşında olmayıb bu qədər. Amma olsaydı da belə mənə elə gəlir ki, mənim valideynim mənə məktəbə maşından aparmazdı. Onların o nəslin başqa cür düşüncəsi var ki, qoy yeriyə getsin, zəhmət çəksin, getsin məktəbə. Çox sağ olun. Dinləyicimizlə tam razıyam və demək olar ki, o da bizim dediyimizi dedi. Bəli. Deməli nə idi? Bizim dövrümüzdə, yəni biz dövr olaraq bildiririk. Əslində Səid müəllim elə də böyük bir dövr keçməyib bizim nəzərən, düzdür. Yəni ortalama götürəndə əgər hardasa bir 25 il bundan qabaq məktəbi qurtarmışıqsa biz, 25 il əslində böyük bir rəqəmdir. Yəni bir igidin ömrüdür. Biz məktəbi qurtaranda anadan olan şəxsin indi 25 yaşı var. Universiteti də yekunlaşdırıb qurtarıb və şəxsi həyatına tam sərbəst şəkildə bəzən hətta ailə belə də qurub. Gəlin açıq danışaq. Amma məsələ nədən gedir? Məsələ ondan gedir. Nəqliyyat sayından götürsək, bəli, nəqliyyat sayına, yəni əvvəlki vaxtlarla, yəni bu 25 il, 20 il bundan qabaqçın desək, o vaxtı olan nəqliyyat sayı ilə indiki nəqliyyat sayı eyni deyil. Fikir verirsinizsə, yollarda yəni az miqdarda artım var. Yəni az miqdarda yollar salınıb, yəni əlavə yollar. Yəni əksəriyyət köhnə yollardır, sadəcə bərpa olunub. Amma yəni genişlənib və ya bərpa olunub. Amma nəqliyyat sayımıza baxsaq, bizim yollar çox az miqdardadır. Yəni şəhər daxili yollar. Yəni şəhər salma müəyyən qurumlar var, Aynanın özü olsun, digər şəhər salmada istifadə olunan layihələrdə nəzərdə tutulan yollara tez bir zaman ərzində başlasalar, icra eləsələr, vaxtında bitirsələr, artıq bu tıxaclar olmayacaq. İkinci bir şeydə də mən özüm də, yəni o dinləyici bayaq bildirdi, mən özüm də, yəni özün də bilirsən, Mərdəkandan Hövsana hər gün səhər tezlərdən, yəni məktəbə aparıram, qaytarıb gətirirəm. Bəli. Yəni burada düzdür, valideynlər, yəni bildirdiyimiz kimi də, yəni valideynə demirik, get məktəbin qarşısında avtomobili parklama eləmə. Müəyyən hissədə kənarda parklama elə parklama elə ki, yol hərəkət iştirakçılarına maneçilik törətməsin, tıxacın yaranmasına səbəb olmasın. Ondan sonra artıq uşağı məktəbə qoy və ya məktəbdən götür apar. Aysil xanım yazıb, mən hər gün 2 saat işə və evə qayıtmağa sərf edirəm. Ən çox narahat edən odur ki, bəzi sürücülər zolaqlara məhəl qoymurlar. Hamı qabağa keçməyə çalışır. Təbii biz bunu bayaq da bildirdik və hər verişdə də bildiririk Aysil xanım. Vüqar bəy səs göndərib, gəlin Vüqar bəyin səsinə qulaq asaq. Axşamınız xeyirli olsun. Axşamınız xeyir. Deməli, Bakı şəhərində tıxaca
çox şeylər səbəb olur. Mən bir sürücü kimi bunu müşahidə edirəm. Deməli bunlardan biri də nədir? Bu nizamlanmış yollarda deməli peşəxod deyək də, belə piyada keçidi ki var. Bu əsasən də bu svetoforların yanında. Yəni dönmək istəyirsən svetoforu, düzdür, orada piyadaya yol verir. Yəni piyadaya yaşıldır. Amma piyadalar da məsuliyyət hiss eləmirlər ki, mən tez keçim, maşın da keçsin. Yəni burada görürsən ki, hər deməli svetoforun yaş işığında bir maşın ya iki maşın keçə bilir. Peşəxodlar görürsən ki, bir telefona baxa-baxa yavaş-yavaş keçirlər, məsuliyyət hiss eləmirlər. Bu da bunun özü də tıxaza gətirib səbəb olur. Çox sağ olun. Siz sağ olun Vüqar bəy, minnətdarıq. Bəli, düz vurğuluyursunuz. Piyada keçidi, piyadaların biz keçən səfər sözün açığı bir qədər istədik ki, Səid müəllimlə bu piyada mövzusuna toxunaq. Düzdür. Siz tərəflərdən, yəni dinləyicilər tərəfdən çox maraqla qarşılanmadı və çox dinləyici, yəni bizi izləyən sürücülər əslində biz gözləyirdik ki, sürücülərdən o fikri alaq. Əgər belə deyim, bu yaxınlarda yenə o mövzuya toxuna bilərik. Söhbət nədən gedir ki, söhbət piyadaların nizamlanan və nizamlanmayan piyada keçidlərinin keçirmə qaydalarından. Yəni bu barədə danışa bilərik Səid müəllim yenidən. Amma nə nüans var? Piyada yolu keçərkən, söhbət nədən gedir? Piyada yolu keçərkən nizamlanan piyada keçidləri ki var, ona belə məhəl qoymurlar. Yəni ki, görürsən, mən keçən səfər yadınızdadır, biz hətta qəsəbədən belə danışdıq. Qəsəbəsindən danışdıq ki, nizamlanan piyada keçididir və etirazını bildirəndə deyir bura qəsəbədir. Qardaş, qəsəbənin olmağı nəsə xüsusi bir rol oynamır burada. Yol hərəkəti qaydasının pozulmasında. Birincisi, yəni bəzi vətəndaşlarımız bu svetoforun siqnallarını bilmir. Bəziləri bilir, əməl eləmir. Səid müəllim, sözünüzə qüvvət, bircə dəqiqə, onu da vurğulayım. Nəinki qəsəbədə, şəhərin mərkəzində belə bizim piyadalar piyada keçidlərinə məhəl qoymurlar. Bu bir mənalı olaraq belədir. Bəli, mən həftə sonu Nərimanov metrosunun qarşısında nizamlanan piyada keçidlərində özü də kimlər? Ən çox da xanımlar yolu necə gəldi keçirlər? Təsəvvür edin ki, iş o yerə çatmışdı ki, deməli yolu parkingin əməkdaşları ki var orada, tutub qolundan dala çəkdi ki, ay xanım, sən özünü niyə maşının qabağına atırsan da? Yəni o yazıq deyilmi? Deyir, həm özü, həm digər sürücülər bədbəxt. Deyir, tələsirəm məni. Deyir, tələsirəm, avtobus gedirdi. Başla dönüm. Avtobusun getməyi, avtobusa tələsməyi. Yəni ay solda ona çata bil. Söhbət ondan gedir. Nə ona çata biləcəksən, nə özü, yəni avtobusa çatmaq bu qədərmi həyatı vacib məsələdir. Maksimum buna çatmıyor. Özü də maraqlı bir nədir? Həmin avtobuslardan da 3-ü dalbadaldı yanıb. Yəni maksimum arasındakı interval 3-5 dəqiqədir də. Birini buraxdıqdan sonra digərinə çata biləcəksən sən. Amma nə olsun? Bizim piyadaların bu cür məsuliyyətsizliyi var bir mənalı olaraq. Axşamınız xeyirli olsun. Yaxşı olar ki, məktəblilərə hansısa bir güzəştlər olsun. Keçən səfərdə bu barədə mövzu var idi, hansı ki, avtobusların qiyməti qalxırdı həmən ərəfədə. Söz verdilər ki, ay nə bilim, təzə layihə hazırlanır, məktəblilərə güzəşt olacaq. Bu olmalıdır da, uşaqlar çünki əziyyət çəkir. Hər gün bir evdən 3 uşaq məktəbə gedir, 5 manat, 3 manat, 4 manat yoxluya pul xərcləyir. Bu nə qədər düzgündür. Məktəbli deyək ki, avtobus ayırır, dövlət nəyə görə bu pullu olmalıdır? Olsun da pulsuz, daha rahat, daha sərbəst, hamı getsin. Hər şeydə şəhər məktəbləri üçün nəzərdə tuturlar. Bu qəsəbələrdə o yaşayanlar da var. Mənim uşaqlarım bir astanovka dayanacaq dəyişir, amma 65 qəpik yol pulu verir bir uşaq. Olmur axı belə. Uşaq gedəndə bu fərqli qiymətlər olur. Gedişi, gəlişi. Yaxşı olar ki, bunlar pulsuz olsun. Çox sağ olun, minnətlər.
Biz minnətdarıq Natil bəy göndərdiyiniz səsə görə. Əslində razıyıq sizdən. Düz vurğuluyursunuz. Bir nüans var. Deməli, məktəbli avtobusları layihəsini, bu pilot layihəni Təhsil Nazirliyi ərsəyə gətirib. Biz ona bir söz deyə bilmirik. Yəni hətta onu bildirdilər ki, çox valideynin yazıb bizə bildirmişlər ki, məktəbli avtobus zolağına girə bilmirsə, yəni bildirsə ki, ayna ona icazə vermir. Çünki elə bir qayda, elə bir tələb yoxdur. Bu ancaq sırf ictimai nəqliyyat üçündür. Yəni onlar məktəbli avtobusları ictimai nəqliyyat zolağından istifadə edə bilməyəcəklər. Ümumi istifadə deyil, bəli. İkinci məsələ, məktəblilərə belə deyim də endirimlərin olunması və məktəblərin müəyyən güzəştlərin edilməsi, bu da spesifik olaraq Nəqliyyat Nazirliyinin yanaşmasıdır. Yəni Rəqəmsal Nəqliyyat Nazirliyi bu məsələdə bir qərar qəbul etməlidir. Üçüncü məsələ isə həmin xəttlərin əksəriyyətinin şəxsi iş adamlarından özəl qurumlar, bəli, mücərrələrdir bəyəm. Onlar da ki, onlar yanaşmalıdır. Yəni onlarla razılaşdırılmalıdır və onlar da təbii ki, belə bir addım olsa, onlar da müəyyən subsidiyalar tələb edəcəklər ki, onun alınsın. Amma bir məktəblinin, mənim xoşuma gələn nədir? Bunu da deyim, artıq verişimizi yekunlaşdıraq. Yadınızda da Səyid müəllim, sizlə bir Yaponiyada bir şagirdə görə bir dəmir yolu xəttinin məktəbi qurtardığa qədər həmin dəmir yolu xəttini sökmək istədilər. Sonra bildilər ki, oradan cəmi bir uşaq məktəbə gedir. Məktəbə gedir, ona görə qaldı həmin. Səhv eləmirəmsə 6 il ya 7 il həmin xətti saxladılar ki, uşaq məktəbi yekunlaşdırsın, ondan sonra həmin xətti ümumiyyətlə ləğv eləsinlər. Yəni bu bilirsiniz nə deməkdir? Bu deməkdir ki, müəyyən mənada biz gələcəyimizə yatırım edirik. Bəli, gələcəyimizə yatırım etməliyik. Övladlarımız bizim gələcəyimizdir və bu yatırım da bilirsiniz necədir? Bizim deməyimizlə də olmur. Buna bir sıra aidiyyatı qurumlar, aidiyyatı həmin o özəl hətta bir necədir, bir nüansı da vurğuluyum. Biz də görürsünüz ki, müəyyən bir xəttlərdə, müəyyən özəl günlərdə endirimlər ilə ödənişlər almırlar. Nə olardı ki, nə gözəl olardı ki, məktəblilərdən də ödəniş almazdılar və məktəbli də yəni sadəcə 8 yaşa görə qədər yox, 8 yaşa qədər ödəniş alınmır, 8 yaşdan yuxarı ödəniş olunmalıdır. Sırf məktəblilərdən, məktəbli formasında, məktəbli formatında geyinən hər bir uşaqdan məktəb yol pulusu alınmasaydı da gözəl olardı. Minnətdaram Səyid müəllim, gəldiniz, mövzunu araşdırdıq. Çox maraqlı mövzumuzu keçdik və güman edirəm ki, bu mövzunu tam başqa formatda da biz sırf bu sürücülərə və piyadalara da şamil edə bilərik və növbəti verişlərimizdə də bu barədə danışarıq. Özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz.